Doğuruş zamanı ana ölümü tibbin ən ağır və mürəkkəb fəsadlarından biridir. Bu tip hallar çox zaman bir neçə tibbi amilin üst-üstə düşməsi nəticəsində baş verir və dünyanın ən inkişaf etmiş səhiyyə sistemlərində belə bəzən qarşısı alına bilməyən hadisələr sırasına daxildir. Belə vəziyyətlərdə nəticəni yalnız bir həkimin fəaliyyəti ilə əlaqələndirmək elmi və peşəkar yanaşma deyil. Bölgə TV xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov ölümə səbəb olduğu üçün barəsində cinayət işi açılan Mərkəzi Klinikanın həkimi Sevinç Məmmədova ilə bağlı danışarkən deyib. O bildirib ki, doğuş zamanı baş vermiş ana ölümü ilə əlaqədar olaraq sosial şəbəkələrdə və bəzi media resurslarında konkret bir həkimin ölüm cinayətində günahlandırılması ilə bağlı paylaşımlar yayılır. Bu cür yanaşma həm hüquqi, həm də tibbi, həm də etik baxımdan ciddi suallar doğurur. İlk növbədə qeyd edilməlidir ki, cinayət işinin açılması hələ günahın sübut edilməsi demək deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə hökmü olmadan hər kəs təqsirsiz sayılır. İstintaqın başlanmasını hadisənin obyektiv araşdırılması məqsədi daşıyır və bu mərhələdə hər hansı şəxsin ictimai şəkildə günahkar kimi təqdim edilməsi düzgün deyil. Hər bir tibbi hadisə yalnız müstəqil ekspertiza, klinik protokollara uyğun qiymətləndirilməsi və ətraflı araşdırmadan sonra dəyərləndirilə bilər. Sosial şəbəkə paylaşımları və emosional başlıqlar tibbi məsuliyyətin müəyyən olunması üçün əsas ola bilməz. Bu tip xəbərlərin tələsik və ittiham edici formada yayılması cəmiyyət üçün də risklidir. Bu səhiyyə işçilərinin peşə nüfuzuna zərər vurmaqla yanaşı, gələcəkdə ağır və riskli xəstələrə tibbi yardım göstərilməsində tərəddüd və qorxu yarada bilər. Nəticədə zərər təkcə bir həkimə yox, bütün cəmiyyətə dəyir. Media və ictimai platformalar bu kimi həssas mövzularda daha məsuliyyətli davranmalı, araşdırma tamamlanmadan şəxsləri hədəf göstərməkdən çəkinməlidir. Həqiqət yalnız istintaq və tibbi ekspertiza başa çatdıqdan sonra ortaya çıxır. Bütün bunları qeyd edərkən nə cəmiyyətimizi, nə də sosial media istifadəçilərini qınamaq niyyətim yoxdur. Eləcə də məqsədim hansısa həkimi və ya sistemi kör-körənə müdafiə etmək deyil. Sadəcə anlamaq lazımdır ki, məsuliyyətsiz və emosional ittiham dili ölkə səhiyyəsinin inkişafına mənfi təsir göstərməklə yanaşı, sabah hamımızın ən kritik anlarında canımızı tərəddüdsüz etibar edəcəyimiz peşəkarların azalmasına, hətta belə yükü üzərinə götürməyə hazır insan tapmağın çətinləşməsinə səbəb ola bilər. Ona görə də bu mövzuda daha ehtiyatlı, daha diqqətli davranmağı vacib hesab edirəm. Rəna Rövşənqızı, Bölgə TV.